Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Maraqlı bir sual izahına sizlərlə birgə baxaq. Deməli, belə bir sual veribdir. Bu sualdan MİQ qəbul imtahanlarına düşür. Sadəcə bizlərə düşən şəkilsiz forması olur. Bu da daha şəkilli forması bizdən soruşulur. 3/2 radiusu kürənin kürə dilimini yaradan düzləmlər arasındakı bucaq 50 dərəcədir. Kürə diliminin sahəsi nə qədər olduğu soruşulur bizdən. Təbii ki, bu kürə dilimini tapmaq üçün bütöv kürənin sahəsinin sadəcə 50 dərəcəlik hissəsi lazımdır mənə. Yəni ona görə S bərabərdir. Biz bilirik ki, kürənin tam səthinin sahəsi necə tapılır? Tam səthinin sahəsi 4πr kvadrat ilə tapılır və bu kürə diliminin sadəcə və sadəcə 50 dərəcəlik hissəsi, yəni 50 bölünsün 360-lıq hissəsi lazım idi bizə. Biz bunu tapmaq üçün də şərtdə bizə radiusu 3/2 olaraq verib və gətirib orada 4π vurulsun radiusun yerinə 3/2-nin kvadratı qoyursunuz. Bu da vurulsun 50 bölünsün 360. Yəni bunu hesablamaq lazımdır. O da 4π vurulsun 18 vurulsun 5/36 yazarıq. Bu da 2, 4, 2'ye böldük, elədi 10π. Deməli, biz burada daxildə qalan hissənin, bu hissənin sahəsini tapmış olduq. Ancaq bizə bir də bunun bu yandakı bu yarım hissələr ki var, yarım hissələr səthinin sahəsini taparkən mütləq bu yarımlar da nəzərə alınmalıdır. Yəni, diqqət edərsiniz, həmin o yarım dilim hissə həm bu tərəfdə var, həm də kürənin görünməyən arxa tərəfində də həmin o dilim hissədən var. Yəni, baxın, arxa tərəfdə də həmin o hissədən var. Və bu ikisini toplasam, baxın, belə bir dilimdən 2 dənə olduğu üçün toplayanda tam dairə sahəsi alınır. Yəni, πr-in kvadratı. Pi vurulsun 3/2-nin kvadratı olur. Bu da elədi 18π. Yəni, bizdən istənilən nədir? 10π ilə 18π'nin toplamı, o da elədi 28π. Cavab oldu D variantı. Mümkün qədər tez-tez bu şəkildə suallar paylaşmağa çalışacağım. Hər kəsə uğurlar. Növbəti suallarda görüşənədək.